أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم اللهم كل وليك الحجة بن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرزك طوعا وتمدئه فيها طويلا برحمتك يا أرحم الراحمين. Allahümme salli ala Muhammed və ali Muhammed. Əzadarlıq, şəhadət, axşamı, bu günlər, bu ay, bu münasibət ilə ilk növbədə İmam Zaman ağaya təsiyyət. Ondan sonra siz əziz möminlər, möminələr, başımız sağ olsun. Əza günləridir, şəhadət günləridir. Bir neçə şeyi qeyd etdim bu əza məclislərinin ədəbi ilə bağlı, amma söhbətimə başlamamışdan əvvəl mühüm bir tarixi məlumatı da qeyd edim xidmətinizə. Bildiyiniz kimi bugün 18 iyun. 18 iyundan 19 iyuna keçən gecə 2010-cu ildə Azərbaycanın şücaətli qəhrəmanı Mübariz İbrahimov, Allah rəhmət eyləsin, tarixdə misli görünməmiş böyük qəhrəmanlıq göstərib. Mina sahələri ki var, düşmən sərmişdi yerə, 1 kilometrə qədər minalara toxunmadan düşmən tərəfə keçib, onların əskər və zabitlərini cəhənnəmə vasil edib, 50-dən çox, tək başına. Və 24 saat ərzində döyüşüb. Döyüşdə bu deyəydi, gülləsi qutarıb, düşmənin silahını götürüb, onların silahı ilə, onlarla mübarizə aparıb. Nəhayətdə ki, şəhid olub, şəhidlik üçün gedib də, bu mübarizəyə gedib, adı mübariz ilə mübarizliyi göstərib, şəhid olmaq üçün gedib və böyük bir tarix iz qoyub və düşmənin də qəlbinə böyük xof salıb ki, Azərbaycanda belə bir oğullar da vardı. Əlhamdülillah, qisas alındı, torpaqlar ki, qəsb olunmuşdu, qaytarıldı. Allah cəmi şəhidlərimizə rəhmət eyləsin. Birinci Qarabağ, ikinci Qarabağ döyüşündə şəhid olanlara Allah rəhmət eyləsin. Yəni, bugünkü gün mühüm tarixi bir olaydı. Elə onun öz Seyyid övladı idi, Mübariz İbrahim özü Seyyid idi. Məktubunda da İmam Hüseyin məsələsini diqqətə çəkmişdi. Yəni, İmam Hüseyin məktəbindən bəhrələnmişdilər. Ümumiyyətlə, bu Qarabağ döyüşündə də görərsiniz ki, elə məscidlərdə gəlib, bu minbərlərin arxasında moizələrdən təsirlənib, ya Hüseyin deyərək o torpaqlar alındı. Allah cəmi şəhidlərimizə rəhmət eyləsin. Allahümmə salli ala Muhammed. Bu məclislərdə xüsusi diqqət yetirilməli olan məsələlər var ki, mən inşallah onlara diqqət yetirməyi çalışaram, sizə nəsə çatdıra bilim, nəsə xidmət edim. Birinci elə budur ki, bu məclislərin dəyər və qiymətini bilək. Niyə? Çünki Sovet dönəmində, Sovet imperiyası dönəmində ki, ateizmliyin o vaxtı idi, o zaman ki, məscidlər bağlanmışdı, qadağalar vardı, insanlar dini hardan öyrənirdilər? Hardan öyrənirdilər? Məktəbdə keçmirdilər. Ramazan ayı belə məscidlər filan açıq zat belə deyildi. İnsanlar dini, öz əqidəmizi Muhərrəmin bu 10 günü ki var, bu 10 günündə öyrənmişik. Mənim də yadıma gəlir, ata-babaların, dədələrin laf yadında qalacaq ki, o gizli şəkildə də olsa axşam çağı o əzadarlığı keçirirdilər, xütbə söyləyən xütbə söylürdü, mərsiyə deyən mərsiyə deyirdi. Əqidəni insanlar oradan öyrənmişdilər. Yəni, bu Muhərrəm ayının 10 günü bərəkətlidir. Bu bərəkətli günlərdir ki, bunun gərək dəyər və qiymətini bilək. Bu günlərin dəyər qiymətini bilək. İkinci budur ki, bu məclislərdə təkcə atifi hisslərimizlə kifayətlənməyək. Bu ağlamaqdır, qəmlənməkdir, sinə vurmaqdır, baya sinə vururduq, moizədən sonra yenə sinə vurmaq olacaq. Yəni, biz yanırıq, əlimizlə sinəmizi vururuq.
Bax, budur. Bunlar fəzilətdir. Bunlar ürəkdən gələn bir şeylərdir. Amma təkcə bu, yəni ki, bununla İmam Hüseyn məclisi təkcə bundan ibarət deyil. Bu, ağlamaq, sinə vurmaqdan ibarət deyil. Gərək əməlimiz və düşüncəmizdə gərək Hüseyni olsun. İmam Hüseynin mövqeyi necə idi? Məsələn, səbirdə, əxlaqda nümunə idi. Düşmən, məsəl üçün, görürsən ki, düşmən, o gün danışdım, düşmənin su verir, məsəl üçün, dəstəsinə, Hürrün dəstəsinə su verir. Atlarına su verirlər. Hətta, yəni ki, Əhl-i Beytin, İmam Hüseynin mövqeyini deyirəm ki, biz də gəlir o cür olaq. Hətta gəlir, belə bir şey deyim, əvvəllər vardı, indi də bizim tərəfdə olub, bəlkə də çox məscidlərdə olub, bir teşt qurardılar, o teştdə su tökərdilər, gəlirlər təbərrük üçün o teştdən sudan götürərdilər, yanında da ələm vardı. İndi Seyyid Rəhmən səhv etmirəmsə, bizim məsciddə vardı, yəni kənddə qalıb o. Yəni bunun tarixçəsi hara gedir? Bunun tarixçəsi gedir Hürr ilə İmam Hüseyn əleyhissalam qarşılaşanda, onlara ki, tuluqdan su verdi. İmam Hüseyn əleyhissalam buyurdu ki, su vardı tuluqlarda. Düşmən də olsalar, onlara su verin, bəs heyvanlarına tuluqdan su vermək olmaz. O zaman bir teşt qab kimi vardı, qablar vardı. Sularını deyir, tökün, heyvanları da belə sudan içsinlər. İmamın mövqeyinə bax, əxlaqa bax, mərdlik, şücaət. Odur ki, bizim təkcə sinə vurmaq, ağlamaq yox, əməlimiz də gərək Hüseyni olsun, dərrakəmiz də gərək Hüseyni olsun. Və həmçinin də sizlər ki, bura gəlirsiniz, nur qazanırsınız, nur. İndi bu nuru yaxşı olar ki, gedib çıxardasınız evinizə. Evinizə gedib çıxarda biləsiniz nuru. Evinizdə, ailənizdə bu nuru paylaya biləsiniz. Yaxşı olar ki, bu nuru aparıb dostlarınıza paylaya biləsiniz. Məsəl üçün, çayxanaya getmək ki, gedib orada dostlarınızda paylaya biləsiniz. Nəinki onlar sizə mənfi enerji ötürsün. Yəni, burada olan bu nur ki var, sizin ruhunuzdadır, bunu ötürə biləsiniz. Xoş o insanın alına ki, bu nuru özündə saxlayacaq inşallah. Allah Teala qərar verir ki, bu nur ilə biz qəbir evinə qədər gedək. İmam Hüseynin məclisinin nurundan. Odur ki, gərək insan ya gərək Hüseyni olmalıdır, İslamı yəni ki, müdafiə eləsin, ya da gərək Zeynəbi olmalıdır ki, dili ilə İslamı heç olmasa müdafiə eləsin. Üçüncü budur ki, bu məclislər, ümumiyyətlə belə deyim də, bu əzadarlıq məclisi qurtarandan sonra, ya əvvəldə gərək biraz bu gülmək məsələsidir, zarafat məsələsidir, onu gərək biraz qısaltmaq lazımdır. Ümumiyyətlə, bu məclislərdə gülməkli, zarafat etmək kərahiyyətlidir, məkruhdur, bəyənilmir. Yəni, yaxşı hal deyil, yaxşı deyil. Gərək bu ayın əzadarlığın ehtiramını gərək saxlayasan. Yəni ki, öz fəzilətivi əridib yox etməyəsən. Düzdür, zarafatdır, bunlar demək, gülmək, bunlar insanda olan bir hisslərdir. İslam dini qaşqabaqlı olmağı demir, qadağan etmir, qaşqabaqlı olmağı buyurmur. Buyurulur ki, mömin siması təbəssümlü olar, möminin siması təbəssümlü olar, amma qəlbi həmişə özünü qınıyar ki, mənim səhvlərim var, mənim günahlarım var. Mömin həmişə özünü qınıyar, amma daxilində olan bu qınamaq ki var, bu narahatçılıq ki var, axirət evi üçün narahatdır, üzünə vurmaz, qaşqabaqlı olmaz. Mömin qaşqabaqlı olmaz. Məsəl üçün, Əmir əl-Müminin Həzrət Əli əleyhissalam şücaətdə birinci idi, elmdə birinci idi. Amma buna baxmayaraq, deyib gülmək ki var, o İslam çərçivəsində zarafatları da Əli əleyhissalamda da vardı. Yəni, bunlar təkcə bu cür qaşqabı, bu cür olmablar. Hətta Allah lənətləsin Əmrasa, Həzrət Əlinin ən böyük düşmənlərindən Muaviyyənin sağ əli idi. O dedi ki, Əlidən xəlifə olmaz. Əlivdən siyasətçi xəlifə olmaz. Çünki o çox zarafatçıldır. Həzrət Əlini belə təqdim vermişdi. Yəni, deyib gülmək, zarafat ki, bu qadağan deyil, amma bu məclislərdə yaxşı olar. Məclis bitəndən sonra da səndə belə sevinczat, belə bir şeylər olmasın, kərahiyyətlidir, yaxşı bir hal deyil. Dördüncüdür, budur ki, bu ayın məclislərinin ehtiramını saxlamaq lazımdır. Məsəl üçün, toy etməkdir, şadyalanlıq etməkdir, belə bir şeylər
yəni bəyənilmir bu ayda, xüsusən Aşura günündə, Tağusa günündə bəyənilməyən bir şeydir. Bu ayda qurban kəsmək olar, olar. Qurban kəsib fəqirə, fuqaraya paylayasan, fəziləti böyükdür. Amma yaxşı olar ki, bunu sən Aşura günündə etməyəsən. Bu ayda kəbin kəsmək olar. Kəbin kəsmək halal və haram məsələsidir, diqqətcil bir məsələdir. Amma elçi getmək də olar. Amma Tasuada, Aşura günündə yox. Yaxşı olar ki, bu aydan növbəti aylardakı vaxtlarda sən kəbin məsələsidir və elçi məsələsidir, toy etmək ki, kərayəti çoxdur. Yəni, məqsəd budur, şadyanalıq etməyəsən bu ayda. Çünki bu dinin uğrunda, mənim və sənin yolunda imam özünü yox, hətta özünü yox, öz əhli ayalını, övladlarını qurban verdi. Bu cür qurban verən imam ki, qurban verib, mən də onun, belə deyim, hərəkatının üstündən, xət çəkim üstündən ki, bu cür şadyanalıq edim, o yaxşı hal deyil. Yəni, xülasə budur ki, İslamın dini ki var, bu gözəllik ki var, bu gözəlliyi bizə saxladan Əhl-i Beyt əleyhimussalam olub. Bu İslam dininin banisi Həzrəti Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm olub. Amma Allahümmə səlli ələ Muhammed. Amma bu İslam dinini yaşadan İmam Hüseyin olub. Alimlərdən biri deyir, İslam dini bir ağaca bənzir, Peyğəmbərimiz ağacı əkdi, ağac budaqlandı. Ağac yanmaqda idi, yanmaqda olan ağaca nə verərlər? Su verərlər. Ki, bu yaşıllaşsın özdə yayın istisində. Həmən bu İslam ağacı ki, yanmaqda idi, Əməvilər, Bəni Üməyyə artıq İslamı istəyirlər, formasını tam dəyişsinlər. İmam Hüseyin əleyhissalam öz qanı ilə bu ağacı, İslam ağacını suvardı, qoymadı yanıb kül olsun, yəni davamlı olsun. Beşinci budur ki, bu məclislərdə əsas şərtlərdən beşincisi budur, ixlaslı olmaq, müxlis olmaq. Ümumiyyətlə, ixlaslı olmaq İslamda ibadətlərin şahıdır. 2 rikət namaz qıl, vacibdir gecə namazını, neçə 100 rikətlərlə namaz qılarsan. 2 rikət namaz qıl, amma ixlaslı qıl. 2 rikət namazın, gecə namazını ki, sən deyəcəksən ki, mən gecə namazını qılıram özümü göstərmək üçün, ondan yüzlərlə o cür rikətli namazlardan fəzilətlidir. Tək ki, ixlasla bir işi görəsən. Nəsə iş görürsənsə, ixlasla görəsən. İxlasın əksi riyadır. Riya yəni reklam etmək, Allaha xatir yox, bəndəyə xatir. Amma ixlas gizli olur, Allaha xatir olur. Odur ki, bu məclislərdə də gərək iştirak etsən, gərək ixlas ilə xidmət edəsən, ixlas ilə iştirak edəsən. Quran-ı Kərimdə də Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim və mə umiru illə liyəbudullaha muxlisinə lahuddin. Onlara yalnız Allaha ixlasla ibadət etmək əmr olunmuşdur. İxlaslı insanın bir neçə sifəti var. Biri budur, əməllərini Allah üçün edərlər. Birinci budur, əməllərini Allah üçün edərlər. Danışanda Allaha xatir danışarlar. Addım atanda Allaha xatir addım atarlar. İkinci, tərifdən, mədh edilməkdən, tərifdən və tənqiddən uzaq durarlar. Heç birini özlərinə yaxın buraxmazlar. Nə tərifi, nə tənqid. Təsirlənməzlər. Tənqiddən nə təsirlənməzlər, tərifdən də təsirlənməzlər. Üçüncü budur, gizli edərlər. Çalışarlar, məsəl üçün, sədəqə verəndə də gizli etsinlər. Və dördüncü də budur ki, səmimi olarlar, ixlaslı insanlar. Odur ki, bu məclisin, ümumiyyətlə, bütün ibadətlərin əsas başı ixlaslı olmaqdır. Bir dənə ibrətli hadisəni qeyd edim, xidmətsə çatdırım. Muhammed Ali Muhammedə salavat zikr edəyim. İslamın böyük alimlərindən Əllamə Əbini Əl-Qədir kitabının müəllifi, neçə ilə yazıb Əl-Qədir kitabının müəllifi, onun bir yeznəsi vardı, Şeyx Qulam, o da alim idi. O qeyd edir, tələbə olan vaxtı, ki, tələbə olan vaxtlarında, belə deyək də, otaqlar, mədrəsənin otaqları vardı, orada yaşayırdıq, 2-3 belə dərs oxuyurduq. Deyir, bir gün, gecə namazına durmuşdum, gecə namazını qılım,
O vaxtda deyir, işıq, elektrik yox idi. Yəni, tok, işıq, elektrik yox idi. Tək-tük yerlərdə təzə-təzə başlayırdı. Bir də gördüm, belə deyim, yanaşı olan, pəncərəsi mənə yanaşı olan bir mədrəsəmizin bir xidmətçisi vardı. O xidmətçi tək orada qalardı. Onun işi gücü nə idi? Bizə xidmət etməkdir. Mədrəsəni süpürmək, stol üstü təmizləmək, paltarlarımızı belə yuymaq, ixlas ilə edirdi. Gördüm, bunun otağında işıq yanır. İşıq hər yerdə yoxdur. Təəccübləndim. Deyir, gəldim, onun qapısına tərəf gördüm, kim nəsə danışır. Kimsəsə deyir, bunun danışığını başa düşürəm, amma qarşı tərəfinə danışır, sözlərini tam başa düşmürəm. Bir müddətdən sonra bir də gördüm, bu işıq keçdi. Özüm donub qalmışam, gəldim, qapını döydüm. Dedi, kimsən? Xidmətçi dedi, kimsən? Dedim, mənəm, məsəl üçün, Qulamam. Yəni, mən Şeyx Qulam deyir, deyir, mənəm. Qapını açdı, dedi, ağa, nə istəyirsiniz, nə xidmət edim sizə? Deyir ki, mən sənin pəncərəndə işıq gördüm, kimsə danışırdı, sən xidmətçisən burada. Hardandır? Mənə bu təəccüblü gəldi. Deyir, gördüm belə, dedi ki, heç əhəmiyyət vermə. Mən israr etdim. Nə olub, kim bu şəxs kim idi, işıq nə idi? İsrar gördüm, çox israr edir. Deyir, onda madəm sən çox israr edirsən ağa, onda mən bir şərt ilə deyərəm. Bir şərt ilə deyərəm. Şərtim budur ki, yəni çərşənbə günü idi, axşamı idi, 3-cü gün. Şərtim budur ki, cümə gününə qədər, cümə namazına qədər sən bu sirri açmayasan. Dedim, razılaşdım. Deyir, mən deyir, burada da xidmətçiyəm, düzdür, siz tələbələrə xidmət edirəm, bundan fəxr edirəm. Mən həmçinin Vəli Əsr İmam Zaman ağanın da xidmətçisiyəm. Deyir, mənim yanıma gələn, mənim qonağım olan Vəli Əsr idi. Deyir, donub qalmışam. Boğazım qurudu. İmam Zaman ağa xidmətçinin evinə gəlib qurudu. Və deyir, hal qəziyyə belədir ki, gəlmişdi, dedi ki, onun da imamın da xüsusi xidmətçiləri var. Deyir, xidmətçilərimdən biri cümə günü dünyasını dəyişəcək və istəyirəm, sən onun yerinə keçəsən. Yəni, daha burada işlədin, daha gəl, sən onun yerinə keçəsən. Odur ki, mən inşallah deyir, cümə günü, yəni ki, burayla vidalaşaram. Deyir, amma şərtimiz, şərti heç kəsə deməyəsən. Mən deyir, donub qalmışam, gözlərimdən yaş axır, biz tələbəyi, Quran oxuyuruq, namaz qılıb, bu xidmətçidir, heç belə buna çox da baxmırdıq, diqqət eləmirdi, amma biz kimik, bu kimdir, xidmətçi kimdir? Səhər sağı gördüm ki, yenə başlayır süpürməyə, hovuzu silməyə, təmizləməyə, paltarlarımızı alırdı, yuyurdu, bazarlığımızı edirdi. İstəyirdim, qışqırım ki, baxın, bu kimdir, amma şərt söz verdiyim üçün nədir? Bir şey deyə bilmirdim. Ona görə bir şey deyə bilmirdim. Cümə günü gəldi, gördüm ki, paltarını yığdı, geyindi və mədrəsənin hücrələrinə bir dənə baxdı. Elə dedi ki, haqqımı halal edin, mən getdim. Bu gedəndən sonra, ondan sonraki şərt daha demişdim də, 5-ci günə kimi deməyim və tez qışqırdım, bütün tələbələri yığdım. Dedim ki, bilirsiniz bu kim idi? Dedilər ki, kimdir? Xidmətçi idi də. Və bilirsiniz, bu xidmətçi deyil deyə, bu ağanın xidmətçisi idi. Deyirəm, nə ağa, gedib bazara gələcək. Yağa deyir, getdi bu. Və halı qəziyyəni danışdım. Həmən bunu demək istəyirdim ki, deyir, mən ondan soruşdum, bu dərəcəyə necə çatmısan, ay xidmətçi? Mənə bunu dedi ki, mənim belə fərli, əməlli başlı ibadətim də yoxdur. Sizin kimi elm, əhli, tələbəsi də deyirəm. Amma deyir, mənim bu dərəcəyə çatmağımda bir dənə xasiyyətim, sifətim olub. Bir dənə xasiyyətim olub. İxlaslı idim, ixlaslı. Xidmət edirdim, Allaha xatir edirdim. Bəndə mənə nə deyər yox, Allah mənə nə deyər, ona görə xidmət edirdim. Allah mənə necə baxar, ona görə addım atırdım. Bəndə mənə bu cür söz deyər, belə çəp baxacaq, yox, bəndə yox. Ancaq Allah nə deyəcək, o düşüncədə və hər nə edirdim, ixlaslı edirdim. Bunun da müqabilində Allah Teala mənə lütf etdi, ağanın xidmətçisi şərəfinə nail oldum. Yəni ki, əsas məqsəd budur ki, xidmət etməkliyi ki var, məsələn, ixlaslı olmaq. Əsas bu məclisə də gəldin, gələ ixlas ilə gələrsən.
Və 6-cı da sonuncu yekunlaşdırıram. Bu məclislərdə əsas şərtlərdən 6-cı budur ki, tövbə edəsən, yəni istiğfar edəsən. Hamımız günahkarıq. İrili xırdalı, kiçik, böyük, hər kəsin günahı var. Bu günahların bağışlanması üçün də Allah Teala qapılar qərar verir. Tövbə qapısı son nəfəsə qədər açıqdır. Ziyarətə gedirsən, Allah ziyarət sahibinə xatir bağışlayır. Həccə gedirsən, Kəbəyə xatir bağışlayır. Ərəfata gedirsən, Ərəfatda günahların bağışlanmaq məkanıdır, yeridir. Və ən sürətli gəmi ki var, İmam Hüseynin gəmisidir, nicat gəmisidir. Bu yerdə ki oturursunuz, istifadə edin. Həm istiğfar etmək, etiraf edin, Allahla danışın. Allahım səni and verəm İmam Hüseynə xatir, istiğfar, tövbə edirəm, günahlardan çəkinərəm. Və bu böyük bir təsirə malikdir. Həmçinin də dua etmək. Hər kəsin hacəti var, sıxıntısı var. Özün üçün də dua et, dostun üçün də dua et, qonşun üçün də dua et. Yəni bu qənimət bil bu məclisləri ki, dua qapıları bu məclislərdə açıqdır İmam Hüseynə xatir, tövbə qapıları da açıqdır. Və tövbə deyəndə həmişə bu Kərbəla səhnəsində dərslərdən biri də hürdür. Hürrün əhvalatı bizlər üçün böyük örnəkdir. Bilirsiniz də, mən bayaq da dedim, İmam Hüseyn əleyhissalam ki, Mədinədən getdi, Məkkədən çıxdı, ta gəldi, o Neynəva çölünə çatanda gördü 1000 nəfər qoşun, sərkərdə Hürr. Hürr İmam Hüseyn əleyhissalamın qarşısını kəsdi, dedi, mənə icazə verilib ki, səni qoymayam Küfəyə tərəf. Mənim icazəm budur. İmam Hüseyn əleyhissalam indi bununla danışır. Görür ki, Hürr dediyindən dönmür. Deyir, mən əmrə tabiyəm. Namaz vaxtı olur. Namaz vaxtı olanda İmam Hüseyn Hürrə təklif edir. Mən namaz qılaram, mənimlə gələnlər də mənim arxamda namaz qılacaq. Siz ayrı namaz mı qılacaqsınız, yoxsa mənə qoşularsınız? Hürr deyir ki, elə şey mi olar? Mən sərkərdəyəm, amma ibadət işlərində sən zamanənin imamısan, mən sənə tabiyəm. Mən sənin arxanda namaz qılaram qoşunumla. Və indi kim qoşulur? Amma Hürr kitabda yazılır ki, İmam Hüseyn əleyhissalama qoşulur. Namaz qılıb qutarandan sonra İmam Hüseyn əleyhissalam buyurur ki, madam sən mənə icazə vermirsən, mən Küfəyə gedim, onda mən əhli əyalımla necə gəlmişdi? Qaydırıq Hicaza, Mədinəyə qaydırıq. Hürr deyir, xeyr, ona da icazə vermərəm. Nə üçün icazə vermərsən? Çünki mənə deyiblər ki, İmam Hüseyn bura yetişdi, nə bir addım qabağa qoy, nə arxaya qoy. Bu zaman İmam Hüseyn əleyhissalam Hürrə nə deyir? Hürrə deyir ki, sakalatqı ummik, anam matəmində otursun. Bundan əvvəl də İmam Hüseyn əleyhissalam buyurur ki, bəs necə olacaq? Deyir, madam söhbətimiz tutmaz, onda qılınclarımız danışacaq. Qılınclarımız danışacaq eşidəndə İmam Hüseyn əleyhissalam qəzəblənir, bunu deyir. Sakalatqı ummuk, ətuhaddini bil mavd, anam matəmində otursun, sən məni ölümlə təhdid edirsən, mən Əli ibn Əbu Talibin oğluyam. Mən Xeybərin fatihi, Xəndəyin qalibinin oğluyam. Sən məni ölümlə təhdid edirsən. Hürr nə deyir? Yəbnər Rəsulallah, ey Peyğəmbər balası, əgər səndən başqa kimsə bu sözü desəydi, mən imkan verməzdim ki, ikinci cümləsini desin, qılıncı çəkərdim. Heç bir ərəb, səndən başqa heç bir ərəb mənim anamın adını ağzına ala bilməz. Səkalət qılımı, yəni ağır söz, anam matəmində otursun. Yəni bu ərəb üçün ağır sözüdür. Deyir, amma sənin anan Fatimə olduğu üçün, xanım Fatimə olduğu üçün mən gözəl sözlərdən başqa bir söz deyə bilmərəm. Xanım Fatiməyə olan mərifətinə görə Hürr hidayət olur. Təhlilçilər yazır ki, Hürrün hidayət olmağına səbəb iki şey olur. Bir, imamın arxasında namaz qıldı. İkinci də əsas da xanım Fatiməyə olan etiqad və məhəbbətinə görə. Bu hidayət oldu. Hürr sonra
hidayət tapdı. Və Hür ona qədər bilmirdi ki, İmam Hüseyin Aşura axşamına qədər bilmirdi ki, İmam Hüseyini şəhid edərlər. O vaxta qədər elə bilirdi ki, yəni İmam Hüseyinlə gəlirlər, danışarlar, aparat, bu belə bir şeydir. Amma gördü ki, yox, məqsəd arxadan da qoşun gəldi. İmamı şəhid etməkdir məqsəd, niyyət budur. O zaman dedi ki, mən artıq səhv etmişəm. Yanında olan əskərlərdən biri dedi ki, Hür, sən cəngavərsən, sənin məğlub olmağı heç vaxt görməmişik. Amma sən ilan vurmuş adamlar kimi tir-tir əsirsən. Nə səbəb olub? Hür dedi ki, mən özümü cənnət ilə cəhənnəm arasında görürəm. Və and olsun Allaha deyir ki, mən cənnəti seçəcəyəm. Gəlir İmam Hüseyin əleyhissalama qoşulur. İmama qoşulandan sonra başını aşağı salır, deyir ki, İmam, məni bağışla, mən səhv etdim. Mən bilmirdim ki, vəziyyət bu yerdədir. Mən böyük bir səhv etdim. İmam deyir ki, Allah tövbəvi qəbul etsin. Dedi, onda icazə ver, atdan düşməm. Dedi, onda icazə ver ki, mən səhv etmişəmsə, öz qanımla öz səhvimi yuyum. İmam çox israr etdi, gəl, otur. Dedi, xeyr, icazə ver, ağa, icazə ver, gedim. Deyir, getdi, 30 ya 40 kitab yazır. Çoxunu cəhənnəmə vasil etdi və nəhayətdə özü də atdan düşdü, yoruldu, vurdular, yaralandı. Can üstündə olanda gördü ki, İmam Hüseyin əleyhissalam gəldi, onun başını qoydu dizin üstündən. Dedi ki, Allah anava rəhmət etsin. Sənin adını Hür qoyub, Hür yəni azad. Sən həqiqətən azadsan, nəfsivə tabi olmamışsan. Yəni tövbə deyəndə Hür vaxt tövbə etdi. Amma Məhərrəm ayının 9-cu gününə qədər böyük günahkarıdır. Əgər Hür tövbə etməsəydi, ziyarət-i Aşura ki oxuyuruq ha, ziyarət-i Aşuranın içində lənətlər ki var, lənətlər deyilir, onun içində Hürrün adı da olardı, əgər tövbə etməsəydi. Amma bir anın içində tövbə etdi, bu böyük bir dərsdir. Bəzən insan deyə bilər ki, mənim o qədər böyük günahım var, Allah məni bağışlayır. Hürrün günahı daha böyük idi. Necə? İmamın qabağını almışdı. Bir növünə fikirləşəndə şəhadətinə səbəbkar birinci Hürdür. Amma tövbə etdi, 180 dərəcə dəyişildi bunun mövqeyi. Bugün sən gedəndə, imamı ziyarət edəndə, ziyarətnamədə oxuyanda Hürr üçün də deyirsən, atam, anam sənə fəda olsun. Alimlərdən biri deyib ki, gəlir Hürrün qəbrinə, Hürrə salam verəndən sonra tələbələri eşidir. Deyir, Hürrə deyir ki, ey qəbrin sahibi, ey Hürr, sən üstünsən mən müctehidəm, mən aliməm, mən fətva yazıram, mən tələbələr yetişdirmişəm. Sən bir dənə sərkərdə olmursan. Heç bir tələbəzad yetişdirməmişsən. Mən Quran əhliyəm, mən hafizəm. Amma sən heç hafiz olmamışsan. Qəbirlə danışır. İndi həmən alim ki var, deyir, mən müctehidəm. Deyir, mən səndən üstünəm. Bura kimi deyir. Ondan sonra deyir ki, yox, sən məndən üstünsən. Niyə? Çünki sənin aqibətin bəlli oldu. Sən aqibətin axırda tövbə etdin, xoşbəxtçiliklərin siyasına, xoşbəxt olanların tərəfinə keçsin. Sənin aqibətin bəllidir. Amma mənim aqibətim necə olacaq o bəlli deyil. Ona görə sən xoşbəxt və böyük bir insansan. Muhammed Ali Muhammedə salavat zikr edə inşallah. İnşallah qısa bir şey deyim, yekunlaşdırıram. Bəzən iradlar olur, ya sosial şəbəkələrdə, ya sizlərə də çox deyirlər ki, Məhərrəm ayını nə üçün keçirdirsiniz, 40 gün nə üçün keçirdirsiniz, nə üçün hər il keçirdirsiniz və belə şeylər. Quran-ı Kərimdən buna cavab olaraq deyilməlidir ki, İmam Hüseyin əleyhissalam təkcə bəşər deyildi, yer üzündə Allahın nümayəndəsi idi, yer üzündə Allahın xəlifəsi idi, yer üzündə Allahın nişanəsi idi, yer üzündə Allahın nişanəsini susuz zülümcəsinə şəhid edilib, biz də onu yad edirik. Quran-ı Kərimdə Allah Teala Həc surəsində Həc ayinləri haqqında buyurur ki, Bismillahirrahmanirrahim وَمَنْ يُعَزِّمْ شَعَائِرَ اللّٰهِ فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ Hər kim Allahın ayinlərinə, nişanələrinə hörmət edərsə, bu qəlblərin təqvasıdır. Allahın ayinlərinə hörmət edərsə.
Yəni Quranda şəairəllah, yəni şüarlar. Səfa və Mərva. Məsəl üçün Quran-ı Kərimdə buyurur ki, Səfa və Mərva Allahın ayinlərindəndir, şüarlarındandır. Quran-ı Kərimdə Bəqərə surəsində keçir, Həc surəsində keçir. Səfa Mərva nədir? Dağdır. Dağ, 2 dənə dağdır. 2 dənə dağ Allahın şüarıdır. Həcər nənəmiz o dağı 7 dəfə səy edib, qaçıb bu tərəfə, qaçıb bu tərəfə. Allah Taala bu əməli sevib və sevdiyinə görə də vacib edib həccin əməlinə, tərkib hissəsinə, bugün sən ümrəyə getsən, bugün sən həccə getsən, Səfa Mərvanı tərk etsən, həccin natamamdır, tamamlanmamışdır. Yəni həccin əsas əməllərindən biri budur ki, Səfa və Mərvanı gedəsən, səy edirsən. Hətta o həccə gedənlər görür, yaşıl işıqdan yaşıl işığa biraz da sürətlə qaçmalısan, yürüyə qaçmalısan. Yəni bu əməl nədir? 2 dənə dağdır. Bu dağa Allah Taala ayindir, qiymət verir. Amma Allahın yer üzündə olan nümayəndəsi, imamı buna ayin demək olmaz. Yəni bu ayin ki var, xanım Həcərin etdiyi bu Səfa Mərvanı səy etmək ki var, Quran-ı Kərimdə ayədə də var, əməldir. Bunu hər dəfə həccə gedəndə təkrar edir hacı, Allah nəsib eləsin sizlərə də inşallah. Və İmam Hüseyin əleyhissalam öz canını Allah yolunda fəda etdi. Bunu bu məhərrəmliyi biz keçirməyək. Və yaxud da digər ayədə buyurur ki, وَالْبُدْنَ جَعَلْنَهَا لَكُمْ مِنْ شَعَائِرَ اللّٰهِ لَكُمْ فِيهَا خَيْرٌ. Biz qurbanlıq dəvələrin də sizin üçün Allahın ayinləri qərar verdik. Yəni dəvələrə də belə Allah Taala heyvana belə deyir ki, mənim nişanəmdir. Ona hörmət edin. Allah buyurur ki, o heyvana hörmət edin. Həccə getdin, vacibdir, gərək qurban kəsəsən. Yəni, burada kəsmək ki, vacib deyir, amma həccə gedən gərək qurban kəsməyi vacibdir. Qurban kəsə bilməsən, gərək oruç tutmalısan. Neçə günsə oruç tutmalısan şəriətə görə. Amma həccin tərkibi hissəsindən biri də budur ki, gərək qurban kəsəsən. Niyə? Çünki İbrahim Peyğəmbər gəldi, imtihanıdır İbrahim Peyğəmbər. İsmail Peyğəmbərin gözünü bağladı. Allah Taala İbrahim Peyğəmbərdən İsmaili yox, onu qoç ilə əvəz etdi. Odur ki, bu hər il həccə gedəndə gərək bir dənə qurban kəsəsən. Şərtlərdən biri budur. Yəni heyvan qurban kəsmək ki var, həmişə o adətdir, Allahın ayinidir. Bəs İmam Hüseyin Allahın ayinidir, Allah yolunda özünü fəda etdi. İbrahim Peyğəmbər, İsmail Peyğəmbəri qurban kəsmək istəyəndə İsmailin gözünü bağladı, öz başını da yuxarı etdi ki, ata, oğul, böyük imtihandır. Xəncəri istədi, kəssin, xəncər kəsmədi. Amma İmam Hüseyin əleyhissalam 72 dost, tanış, qohum əqrabasının hamısını qurban verdi. Və dedi ki, Peyğəmbərə oxşayan, Peyğəmbər simasında olan oğlum Əli Əkbəri qurban verirəm. Körpə Əli Əsqəri tutdu qucağına, deyir, mən bunu qurban verirəm Allah yolunda və qurban verəndən sonra deyir ki, bu da azdır. Yəni ki, bu az bir qurbandır. İbrahim Peyğəmbər isə gözünü bağladı, gözünü yuxarı tutdu. Hələ qurbanı da dəyişildi bunda. Yəni İmam Hüseyin əleyhissalamın bu hərəkəti ki var, Allah yolunda, Allaha xatir edir. Yəni bunu keçirmək qəbahətdirsə, bu Quran-ı Kərimin məntiqinə görə, yəni ki, bu düz sayılmır. Odur ki, bu hadisələr ki var, İmam Hüseyin əleyhissalamın hərəkatı, bu kəsilən qurbanlar ki var, Allah yolunda fəda etdi, bu həmişə əbədi olaraq yaşayacaq. Allah Taala inşallah bizləri İmam Hüseyndən ayrı salmasın. La oğla, la oğla. Allahümme sallallahu aleyke ya Fatıma-tı Zahra ya Hüccetallahi ala halqi Ya Seyyidena ve Mevlana İnna teveccenna
واستشفعنا وتوسلنا بك إلى الله وقدمناك يخشد بين يدي حاجاتنا. Ya Hüseyin, senin kapıya gelmiş ya. Ali boş yola salma bizi inşallah. Ya vezihan inda ya Allah işfe lana inda Allah ya vezihan işfe lana. İmam Hüseyin ağanın məktəbi deyim, məclisi deyim, Davr-ı Şəfa. Yadıma gətir, bəlkə atavın qəlbinə dəymirsən, bəlkə balavın qəlbini sındırmısan, bəlkə bir qardaşın qəlbini sındırmısan. O günahları yadıma gətir, deyinəm. Ya vəzihan inda Allah işfe lana ya vəzihan inda Allah. Bismillahirrahmanirrahim. Allahümme kun veliyken Hüccetel Hasan Salavatuka aleyhi ve ala fi hazihi saat ve fi kulli saat aliyan ve hafizan قائدا وناصرا ودليلا قد لا تسكنه حركاته وتمتعه فيها طويلا برحمتك يا راحمين. اللهم صل على محمد ve Ali Muhammed. Ta nefesim var diyarım ya Hüseyin, ta nefesim var diyarım ya Hüseyin. Can sana kurban ederim ya Hüseyin. Alem imkan mənə gər nazidir, o sen mən də sənə naz edərəm ya Hüseyin. Hüseyin aram canim, Hüseyin ruh ravanim. Hüseyin adında bilmirəm nə hikmət var, hər kəs Hüseynin adını zikr eləyəndə elə ruhi aram olur. Hüseyin aram canim, Hüseyin ravanim. Hanım Zeynep'dir, gördüm nenem Zahra bir köynək toxuyur, amma hərdən elə deyir, ətşan balam layla, məzlum balam layla, susuz bölən balam layla. Dedim anay mehriban,
niyə belə deyirsən? Niyə belə şivən edirsən? O köynək kimindir? Dedi qızım vaxtı ki Hüseyin mənim bətnimdə olanda hərdən deyərdi ənə məzlum ənə ləçayan ənə qərib. Yəni ana, mən ətşan öləcəyəm, mən qərib öləcəyəm. Allah, qızım mən olmayacağım, babın Əli olmayacaq, qardaşın Həsən olmayacaq. Bu köynəki toxuyuram, qardaşımla son vidada. Qardaşıma bu köynəyi geyindirəsən anam qızı Zeynəb. Ağ gördü Hüseyin Kəbədə yox, zərrə bu eşq oldu kənar etdi. Bağlandı ehram-ı bu eşq, koydu dalıca Kəbəni çeşme purav bilen. Yol başladı nihayet o sayo şitav bilen. Zeynep başında mezeri var, dilde yok gemi. Abbas adı ve kurban elinden, nasrun minallah persemi. Bir nehrilen başa getirip râh-ı Kerbela, hamle getirdi itret otoya. Her bela geldi Kerbela'ya varid oldu ya. 7 tane at değişti deyirlər. Amma atların heç biri hərəkət eləmədi. Ağa deyir imam, atdan əndi, nəsim bir külək dəydi deyir, imamın rəngi saraldı. Sual elədi, bura haradır? Hərə bir söz dedi, axırda dedilər, ağa bura Kərbəla deyərlər. Bura Neynəva deyərlər. Dedi, mən istəyirəm bu torpağı alım. Kərbəla elə oradan başlayır. Ağaya bir söz dedilər, adamı çox yandırır bu söz. Dedilər, Zəhra balası, bu Kərbəla çölü. O qədər bəlalı çöldür ki, heyvanlar burada balalanmır. Heyvanlar burada əmələ gəlmir. Sən bu torpağı neynirsən ağa? Gəl sənə yaxşı yerdən torpaq verər. Amma deyir, imamın gözləri dondu, bir balalarına baxdı, əhli ayalına baxdı. Dedi, yox, mən elə bu Kərbəlanı alacağım. Deyir, bir nəfər gəldi, neçə qoyu quzu qurban gətirmişdi. İmamdır, Peyğəmbər balasıdır, sevənləri çoxdur, istəyənləri çox idi. Dedi, ağacan, icazə ver sənin ayaqların altında qurbanlar kəsək. Gördülər Hüseyin, üzün dolandırdı həmən şəxsən. Neylirəm sənin qurbanları? Mən qurbanlar gətirmişəm. Dedi, ağa görmürəm axı, haradadır sənin qoyun quzuların, haradadır sənin qurbanların? Birdən baxdı nənəsi Rübabın qucağında Əli Əsgər qundağına. Dedi, mən quzu qurban gətirmişəm. Ey Kəbə ildə minlər ilə karvan sənin, bəsdir Hüseyin mənə yeksər cəhan sənin. Dedi, ey şeyx, Allah səndən razı olsun, amma mən Peyğəmbərə bənzər balamı qurban gətirmişəm. Mən Əli Əkbər qurban gətirmişəm. Mən Cənab-ı Qasimi qurban gətirmişəm. Qurbanın Qurbanız olsa sinni əgər 6 aydan ayaz. İmamın sözüdür, caiz deyil kəsilməyi pünhan gətirmişəm.
İllət budur bu çölləri heyran dolanmışam ay bala. 6 ayı tamam ola ondan geçirmişəm ay bala ay bala. Lay lay balam lay lay. Dilsiz balamı getirmişəm Allah yolunda qurban eyləyəm. Ah cəddim peyğəmbərə bənzər xulqidən, xəlqidən, məntiqdən, hulqidən, görünüşdə, danışıqda, əxlaqidən babam peyğəmbərə bənzər cavanımı qurban gətirmişəm. Ay cavanlar, baxın Əli Əkbəri Allah yolunda necə qurban eyləyir Hüseyin. Hüseyin adı və qurban, məram və qurban, balalar və qurban Hüseyin. Susuz balalar və qurban olum ağam. Ya Hüseyin, mən sizin quzu qurbanı neylürəm, cəddim Şəbihi Əkbəri qurban gətirmişəm. Ah, ah, axı yeri var bir nəfər torpaq ala, bir ev ala, deyərlər qohum əqlaba yığışar, hədiyə gətirərlər. Ravi deyir, gördüm Hüseynin pişivazına gələnlər elə əcib hədiyə gətirdilər. Allah, gələnlər ox gətirdilər, nizə gətirdilər, kəman gətirdilər. Ah, 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 məni yandıran bu bir kəlmədir. Bir dəstə gəldilər, İbn-i Ziyad-ı Məlunə dedilər, əmir, bizim əsləhəmiz yoxdur, silahımız yoxdur, bəs biz nə gətirək, neyniyək? Dedim, əgər bilmirsiniz, Hüseyin addan yerə gələndə daş götürərsə atlardı Zəhla balasına. Bir dəstəsi daş gətirdi, bir dəstəsi ox gətirdi. Hüseyin Zəhra balası Kərbəlaya xoş gəlibsən. Ələ lənətullahi alə qavməz zalimin seya'ləmullezînə əyyə yənqəlibunə munqəlibun. Hüseynim vay, Hüseynim vay, Hüseynim vay, Hüseynim vay, Hüseynim nur-i eynim vay, Hüseynim vay, Hüseynim nur-i eynim vay, Hüseynim vay. Yaraların akar kanı Hüseynim vay, Hüseynim vay. Eder gülnar-ı meydanı Hüseynim vay. Bacım kurban başım ağrı Hüseynim vay. Bacım kurban başım ağrı Hüseynim vay. Hüseynim nur-i eynim vay, Hüseynim. Hüseynim nur-i eynim vay, Hüseynim. Bir nazaret padişah-ı Kerbela, bir nazaret padişah-ı Kerbela, Şiaların kabri ve olsun feda, Şiaların kabri ve olsun feda. Hüseyin ne ba sefa diye. Ey türbeti havk-ı şefa, ay Kerbela, ay Kerbela, mehre vefa, kuye sefa,
ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela, ay Kerbela. Sen de yatıp bir mahligan, alem gedan bir oğlama. Sen de yatıp bir mahligan, alem gedan bir oğlama. Kurban o gamli toprağa, ay Kerbela, ay Kerbela, ay Kerbela. Ay Kerbela, ay Kerbela. Ey Kıbleye horo eden, ar sende mi başsız beden. Ey Kıbleye horo eden, ar sende bir başsız beden. Çoktur makamın Kabe'den. Ay Kerbela, ay Kerbela, ay Kerbela. Sende güzel güller yatıp, bir yerde dilber yatıp. Sinem ekber yatıp, esler yatıp. Can Ali Ekber, 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 Can Ağamın oğlu şipi peygamber, Ağamın oğlu şipi peygamber. Ey yüz-i nuri şiir-i dilaver, ey yüz-i nuri şiir-i dilaver. Can Ali Ekber, Can Ali Ekber, Can Ali Ekber. Şehid-i Enver Zade-i Heydar, Şehid-i Enver Zade-i Heydar. Ey Adi Ekber şibhi peygamber, ey güzel qamet qaşları xəncər. Cəngide aslan, cəngide aslan, Heydər digər. Can Ali Ekber, Heydər'in oğlu Heydər'e benzer, Heydər'in oğlu Can Ali Ekber, Can Ali Ekber, Can Ali, Can Ali Ekber, Can Ali. Fatime'nin servi gülüstaniyem, Fatime'nin servi gülüstaniyem, Ali Ali'nin gülü büstaniyem. Fatime'nin servi gülüstaniyem, Fatime'nin servi gülüstaniyem, Ali Ali'nin gülü büstaniyem. Ben Hüseyin'in şab-i şabistaniyem, rahmele mel'un men Ali Ekber'im. Rahmele zalim men Ali Ekber'e. Rahmele mel'un men Ali Ekber'e. Ben bu cehanın gülünü dermedim, ben bu cehanın gülünü dermedim. Eşi sefa lezzetini bilmedim, kamalı ben maksadime yetmedim, kamalı ben maksadime yetmedim. Rahmele zalim men Ali, rahmele mel'un men Ali Ekber'e. Ey Eber fazla sine vuranlar,
cəm olub bəzmi matəm quranlar, əsqərə ağlayın yana yana, ay bu teşdə suyu dolduranlar, Fatimə eyləyir indi əfqan, səsləri Yasin, Yasin can, Yasin. Can Yasin, zincan qəmlər oldu əbəl fazla qardaş, gözlərim getdi su üstə qardaş, qollarım ta bədəndən düşürdü, peykərimdə Hüseyn tək qalıb pak, məqdəmimdə olar qanı qəltan, səslənir Yasin, Yasin can. İnnə fil cənnəti nahramin ləvən, li Aliyin və Hüseynin və Həsən, li Aliyin və Hüseynin və Həsən. Ənə məzlum Hüseyn, mənə mədşan Hüseyn, ənə məzlum. Şan Hüseyn, ənə məzlum Hüseyn. İnnə fil cənnəti nahrəm diləvən, İnnə fil cənnəti nahrəmin ləvən, li Aliyin və Hüseynin və Həsən, li Aliyin və Hüseynin və Həsən. Ənə məzlum Hüseyn, mənə mədşan Hüseyn, ənə məzlum. Məktəbi irfandı Hüseyn, məktəbi irfandı Hüseyn, məqsədin rudeyi Qur'andı Hüseyn, məqsədin rudeyi Qur'andı Hüseyn. Şiyələr qəbri və qurbandı Hüseyn, şiyələr qəbri və qurbandı Hüseyn. Peykərin zülm ilə doğrandı Hüseyn, türbətin dərdlərə dərmandı Hüseyn. Ənə məzlum Hüseyn. Kerbela bir nəzərin padişahı Kerbela, şiələrin qəbrimə olsun fəda, şiələrin qəbrimə olsun fəda. Hüseyn məzarı nərva səfaniye, dərdi və dərman Kerbelalı. Hüseyn məzarı Hüseyn, dərdi və dərman. İstə gələn burada Hüseyn vay deyək, İstə gələn burada Hüseyn vay deyək, sinə vuraq şur ilə ey vay deyək, sinə vuraq şur ilə ey vay deyək, əsqəri şəhzadiyə lay lay deyək. Məhdi can gəl ya Məhdi can gəl, gözüm bu yollara hey baxır, üzarimə göz yaşı axır, fəraqi və dözə bilmirik, qəlbimi yandırıb hey yaxır, gözüm bu yollara hey baxır, üzarimə göz yaşı axır, fəraqi və dözə bilmirik, qəlbimi yandırıb hey yaxır. Məhdi can gəl, Məhdi can gəl ya Məhdi can gəl, Məhdi can gəl ya Məhdi can gəl, gözümə dünya görünməyir, qəlbim hər an səni istəyir, pərəz duasını oxuyanda bülbüllər dilə gəlib səsləyir, gözümə dünya görünməyir, qəlbim hər an səni istəyir, pərəz duasını oxuyanda ağa möminlər dilə gəlib səsləyir. Məhdi can gəl, Məhdi can gəl,
مهدی جان گل یا مهدی جان گل مهدی جان گل مهدی جان گل مهدی جان یا اللهم صل علی محمد و آل محمد اعوذ بالله من الشیطان الرجیم بسم الله الرحمن الرحیم اللهم كن وليك حجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرزك ترضى وتمديه فيها طويلا برحمتك يا أرحم الراحمين. Ya Allah, qəbul-u ibadət, qəbul-u ziyarət, İlahi Pərverdigara, etdiyimiz ibadətlər, zikirlər, hacətlər, dualarımızı ali dərəcədə qəbul et. İlahi Pərverdigara, bu Mah-i Muharrəm ayının məqamına səni and veririk, əzadarlığımızı ali dərəcədə qəbul et. İlahi Pərverdigara, Əhl-i Beyt əleyhimussalamın məqamına sənə and veririk, günahlarımızın üstündən qələmi əfv çək. İlahi Pərverdigara, Əsma-ul Husna isimlərinə səni and veririk, gələn günlərimizi xeyrə mübəddəl et. İlahi Pərverdigara, İzzət və Cəlalına səni and veririk, xəta, bəlalar, günahlar, haramlar, şeytan vəsvəsəsi, günahlardan, bəla və şərləri ölkəmizdən, özümüzdən, cəmiyyətimizdən uzaq qərar ver. İlahi Pərverdigara, bizlərdən iltimas, dua istəyənlər var. Bu məclislər nurani məclislərdir, duaların qəbul olunan məkanlarıdır. Ali dərəcədə dualarımızı, hacətlərimizi, bizdən iltimas, dua istəyənlərin də hacətlərini məqbul qərar ver. İlahi Pərverdigara, İmam Səccad, İmam Zeynəl Abidin əleyhissalama xatir, cəmi xəstələrə, xəstələrimizə, xüsusən ağır durumda, ağır vəziyyətdə olan xəstələrə şəfa acil qərar ver. İlahi Pərverdigara, günahlarımızın üstündən qələmi əfv çək. Bu dünyada İmam Hüseynin, Əhl-i Beytin, ziyarətin, ahirətdə şəfaətin bizlərə nəsib et. İlahi Pərverdigara, şəxslər ki, xidmət edirlər, hər növ xidmət edirlər, əzadarlıqlarda iştirak edirlər, ehsanlar verirlər, ali dərəcədə verilən ehsanları, xidmətləri qəbul et. İlahi Pərverdigara, İmam Muhammed Baqir, İmam Cəfər Sadiq əleyhissalamın məqamına təhsil alan, imtahan verən şagird tələbələrə ali dərəcədə yüksək qiymətli müvəffəqiyyət əta et. İlahi Pərverdigara, cümə axşamıdır, dünyadan köçənlərimizə qəriq rəhmət, qalanlarımıza sağ-salamətllik əta et. İlahi Pərverdigara, sən özün kömək ol, İmam Sahib-əz-Zaman ağanın məqamına səni and veririk, sabah mübarək cümə günüdür, ağanın zuhrunu tez və əcil qərar ver. Ordumuza, əskərlərimizə güc, qüvvət, müvəffəqiyyət, bayrağımız həmişə yüksək yerlərdə dalğalansın, əskərlərimiz sağ-salamətllik əta et. İlahi Pərverdigara, hər nə dualar ki istəyiblər, dualar ki istənilir, ali dərəcədə dua və hacətlərimizi məqbul qərar ver. Ya Allah, Ya Rəhman, Ya Rahim, Ya Haqqul, Ya Mubin, İlahi bihaqqil Hüseyin, cəmi dualarımız qəbul və bihaqqil Fatihəti məəssəlam.
الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم صل على محمد وآله وعجل فرجهم. Allah kabul eylesin.